görübsüz indiyə qədər İran mediasında, İranın qəzetələrində, İranın hər bir yerində də nə haranı tutsaz, farslara tohin ola. Aya görübsüz misal üçün farslara, ya farsların dillərinə, bizə olan ihanətlər olmuş ola. Ay görübsüz bir farsın əlinə fırça verələr, tualet fırçası verələr, deyələr ki, dişlərin yuv. Ay görmüşük ki, farsların da məsələn uşaqlarının, yeni doğulan uşaqlarına istəyirik ad seçsək də, ay görmüşük ki, misal üçün farslara da deyirlər ki, yox siz bu adları seçə bilməzsiniz. Çünki bu adlar çox farsidir. Yox, görə bilmərik. Ay görübsüz ki, misal üçün fars toplumunun daha çox yaşayan yerlər. Misal üçün İsfahan deyək, Yəzd deyək, Kirman deyək. Ay görübsüz ki, bu bölgələrin yeraltı qaynaqlarını misal üçün çıxardarlar, göndərərlər. Təbrizdə istehsal olar. Görmüşük ki, misal üçün Yəzdəki olan yeraltı qaynaqlarını götürərlər. Gələr bunları göndərər, Qoşaçayda millət orada bundan faydalansın. Yox, görməmiş. Bir çox diktatorlar, İran da rejimi də onunla daxil, ona qarşı olan hərəkətlərdə 3 dənə, genelde 3 dənə tutum tutarlar. Birincisi, onu boykot ederler. Yani deyirlər ki, kökündən belə bir müşkil yoxdur. Amma təbii olaraq, çünki sorun ortadadır və bu sorun çözülmür. Getdikcə millətin hərəkəti güclənəcək. Getdikcə bu sorun millət tərəfindən hey sual soruşulacaq, hey gündəmə gələcək. İran hakimiyyəti təbii bunu birinci mərhələdə boykota çalışacaq, amma təbii bunu eləyə bilməyəcək. Çünki zaman içində daha çox geniş şəkildə bu suallar ortaya qoyulacaqdır. Onun üçün ikinci mərhələsi inkardır. İnkar mərhələsində siz görəcəksiniz ki, hakimiyyət o sorunu olmasını qəbul edir. Yəni o sorundan söhbət açılır. Ancaq fərqi buradadır ki, gəlir siz dediyiniz vaqiyyəti dəyişdirir, ayrı bir formatda sizə sunur. Yəni misal üçün siz söhbət edirsiniz ki, Urmu gölü quruyur, qurudulur əslində İran hakimiyyəti tərəfindən ki, ora zəminə suxta olsun, millət köçsün, getsin, başqa yerlərdə yaşasın. Yox, sorun bu deyil. Elə Urmu gölü quruyur, təbii məsələdir amma. Yəni qəlbi vaqiyyət, yəni inkar. Sən dediyin inkar etmək. Bəli, mən də qəbul edirəm, orada nəsə bir sorunlar var. Amma sən dediyin deyil, ayrı bir zatdır. Bu da ikinci mərhələdir. Birinci boykot, ikinci inkar. Kənarında, bu iki mərhələnin kənarında və əslində 3 mərhələni, üçüncünü də ərz edəcəm qulluğunuza. Bunların kənarında hər zaman bunlarla paralel, bunlarla müvazi İran hakimiyyəti bir tutumu da vardı. Ki, fərq eləmir, sizə boykot edə, sizi inkar eləyə ya üçüncü mərhələdə sizi inhirafa çalışa. Hər halətdə bir ayrı uygulaması da var. O da milli fəalları, milli aktivistləri tutuqlamaq, işgəncə etmək, həbsə məruz olmaq və zamanında da belə şəhid edib öldürməkdir. Amma üçüncü mərhələ və ən qorxunc mərhələ hansı mərhələdir? Üçüncü mərhələdə ki, İran rejimi görübdür milli hərəkəti və bu istəkləri və bu doğal haqların dilə gətirilməsini boykot edə bilmir və sonra onları inkar etməyə çalışıb, inkarın da eləyə bilmir, öhdəsindən gəlsin və illər boyu milli aktivistləri tutsaq edib, şəhid edib, zindana məruz qoyubdur. Yenə də bu vasitə ilə də milli hərəkətin qabağını sustura bilmir. Nəhayətdə üçüncü mərhələ və son mərhələ olur. Bu mərhələ inhiraf mərhələsidir. Bu mərhələdə siz buna şahid olursunuz ki, İran rejimi milli hərəkətin gücünü bilərək, bu vaqiyyəti qəbul edərək ki, mən artıq bu hərəkətin önün kəsə bilmərəm, gəlir bu hərəkəti yolundan caydırmağa çalışır. Siz böyük bir axar suyu fərz edin, böyük bir sel kimi gələn suyu fərz edin ki, dağdan aşıb gəlir. Siz birincisi bu suyun qabağını kəsmək istəyirsiniz. Fərqli vasitələrlə. Bu suyun qabağını önün almaq istəyirsiniz. Amma gücünüz çatmazsa, misal üçün siz səddlərin yaranışına baxsaq, gəlib nə iş görülür? Bunları bir müvazi şəbəkələr yaradılır torpaq üstündə və bu gələn axarsu yolu dəyişilir. Önü kəsilmir. Yəni o suyun içində olan misal deyək də mulkullar deyək ki, bizlərik misal üçün milli hərəkətin içində o su özü bilmir ki, məqsədindən cayıb bəlkə. O suyun içində olan bir çox mulkullar bəlkə bilmirlər ki, məqsədlərindən cayıblar.
Onların gözündə onlar hələ də hərəkətdədirlər. Onların gözündə onlar hələ də mübarizədədirlər. Amma yollarından cayıblar və onun fərqində deyillər. Ən qorxunc və ən çətin mərhələ bu inhiraf mərhələsidir və ən sevindirici mərhələ də budur. Çünki bir tərəfdən də bir yandan da göstərir ki, bizim qarşımızda olan, bizə düşmancasına davranan İran rejimi artıq bizi qəbul edib və artıq bizim gücümüzü də qəbul edib və artıq bunu da qəbul edib ki, bizim önümüzü kəsə bilməz və nəhayət gəlib bu mərhələyə çatıb ki, bizi yolumuzdan caydıra. Bu özü çox sevindirici bir məqamdır. Çünki bunu bizə sübut edir ki, biz artıq o qədər gücümüz var ki, İran rejimini məcbur etmişik qəbul etsin ki, bizim önümüzü kəsə bilməz artıq. Bizim gücümüzün önünü kəsə bilməz. Fəqət bizi yolumuzdan caydıra bilər. Bu ərz etdim. Çox sevindirici bir məqamdır, amma çox da təhlükəli bir mərhələ. Çox da çətin bir mərhələdir bunu aşmaq. Niyə? Çünki ərz etdim qulluğuza. İnsan bəzən hərəkətin tam içində ola bilmir ki, yolundan cayıb. Və indi İran şəhəri projesi başlanılıbdır. İran şəhriyə gəldiyimizdə, İran şəhri nədir? İran şəhri İran İttilaat sistemi tərəfindən milli hərəkətə qarşı yaradılan yeni bir proje adıdır. İran şəhri projesi. İran şəhri kəlməsi hətta belə farscada da muadili yoxdur. Eyni o biri qondarma kəlmələr ki, milli hərəkətə qarşı yaradılıbdır və bəzən də hələ kullanılır. Bilərəkdən İttilaat əli ilə. Fəali milli mədəni, fəali milli demokratik, hərəkəti milli mədəni, hərəkəti milli demokratik. İran şəhri kəlməsi bunlardan birisidir. Bir qondarma kəlmə yaradılır, milli hərəkətin içinə sızdırılır. Amma niyə qondarma kəlmə? Niyə önəm daşıyır bu İran şəhrinin kəlməsini olmağı? Əgər milli hərəkətin siyasi tarixinə, keçmiş illərimizdə milli hərəkətin bildirilərindən tutun, milli aktivistlərin danışıqlarından tutun və yazılı ədəbiyyatımıza da gəlsəz, milli hərəkətin bəzi norm və kəlmələri var. Yəni İran hakimiyyətinin biz danışanda, İran hakimiyyətini ümumiyyətlə biz istemarçı adlandırırıq, rejim istemargər. İran hakimiyyətin hamısı da haqlıdır, terminolojik, hamısı teorik açıdan hamısı haqlıdır. Haqlı olaraq İrana biz rejim istemargər deyirik danışıqlarımızda. Haqlı olaraq biz İran rejiminə rasist deyirik. Haqlı olaraq biz İran rejiminə nicatpərəst deyirik. Haqlı olaraq biz İran rejiminə faşist deyirik. Haqlı olaraq biz İran rejiminə bəzən hətta işğalgər deyirik. Sən müxatəbin İran rejimidir. Yəni sən bir kəlmə, cümlə işlədirsən, İran rejimi də var, hədəfin bəllidir. İran rejiminin sifəti də var. Yəni sifət də var, mövsuf da var. Sən İran rejiminə bu sifəti mənsub edirsən. Və beləliklə sənin müxatəbin tamamilə sənin nə dediğin anlayır. Burkina Faso'dan gedin Amerikaya, Amerikadan gəlin Türkiyəyə, Türkiyədən hətta İran içində də sən danışanda sənin qarşında olan bilir ki, sən İran rejimindən danışırsan, düşman olaraq, müxalif olaraq və İran rejimini də bu sifətləri bilirsən. Yəni İran rejimi budur, İran rejimi budur. Bunu çözmək üçün, bunu qaldırmaq üçün, bu sorunu həll etmək üçün İran rejimi gəlir deyir, mən nətər eləyim ki, da bu cümlə olmasın. Da bu deyilməsin İran rejimi faşistdir. Da deyilməsin İran rejimi nicatpərəstdir. Da deyilməsin İran rejimi işğalçıdır. Da deyilməsin İran rejimi istemarçıdır. Deyilsin İranda İran şəhri var. Diqqət edirsiniz nə qədər fərq var ortada. Siz birincisində İran rejiminə mübarizə aparırsınız, ikincisində İranda olan İran şəhrilər. Görün nə qədər milli hərəkəti yolundan caydırmaqdır bu. Beləliklə siz artıq da bir sistem, bir rejimlə mübarizə eləmirsiniz. Bəlkə özünüz deyirsiniz ki, mən deyirəm, İranda İran şəhərlər var. Yəni nə? Yəni İranda bir iddə insanlar var, kötü insanlar var, pis insanlar var ki, bunlar sistemə nüfuz ediblər. Sistem özü kötü deyil. Sistem özü pis deyil. Sistem özü yanlış deyil. Bəlkə bu kötü insanlardılar ki, sistemə nüfuz ediblər və beləliklə biz o kötü insanları həsb etsək, sistemlə alsaq, sistem yenə də davam edəcək qəşənglikcə də. Hədəf budur. Hədəf budur desin, sistem qəşəng idi. Çalışırdı, ta ki bir iddə nüfuzlər gəldi, girdi bu sistemin içinə.
İndi gərək bu nüfuzləri biz alaq, onda sistem qəşəng işləyəcək. Pəs siz sistemlə, yəni rejimlə müşkiliz olmasın ki, çünki sistem qəşəngdir. Bəlkə İran şəhriləri də sizə müşkiliz olsun. Çünki onlardılar ki, hətta sistemi də körgüblər. Tablo qəşəng çizilir və gözünüzün önündədir. Yəni biz artıq sistematik mübarizədən gəlib yetişmişik bir yerə. Gələ deməyək İranda bunlar var. Deyək bəzi şəxslər var İranda nicat-pərəstdir. Bəzi şəxslər var ki, faşistdir. Bəzi şəxslər var ki, giriblər bəzi hökumətin orqanlarına və istəyirlər istemarkarlıq eləyərlər. Bəzi şəxslər var, giriblər sistemin içinə qoymurlar ana dilimiz tədris olar. Yoxsa sistem qəşəngdir. İran şəhərlər pisdir. Və beləliklə sonra da sizə çözüm yolu qoyur proje İran şəhəri. Deyir nə edək? Onda gəlin dəstər-dəstə həm əl-ələ verək. Rejimin içində olan sadiq nirularla, onlarla birləşək, bu kötü insanları təmizləyək. Və beləliklə hər zat yerinə qayıtsın. Bunun kənarında, bəlkə daha bunu yerində oturtsunlar beyinlərdə, gəlib ailəsinin kənarında deyirlər ki, ağa elə İran yenə də türklərindir, İran bizimdir, elə biz yaxçıyıq özümüz, elə İranı niyə əldən verək, hamımız elə vilayət çətrinin altında gedək, baxın elə rəhbər də özü türkdür, baxın bizim düşmanlarımız bir iddə islah tələblərdir, təba-təbayını da ələm edirlər, yəni lazım olmayan qədər şişildirlər. Elə Təba-Təbayev onun nöçələridir. Təba-Təbayev bizim düşmənimizdir. Təba-Təbayevə inananlar bizim düşmənimizdir. Ki, ümumiyyət islah tələblərdilər. Ya da bir etdə xaricdə oturanlardılar da, səltənətlər, tələblər filanlar. Baxın, bunlardırmış ki. Bunlardılar ki, hər zadı qatıblar. A millət, rejim deyir, nizam deyir. Nizam-ı vilayətmədar çox gözəl şəkildə istəyir haqlarımızı versin, amma bu naməstəblər qoymurlar. Uzun sözün qısası. Sözün uzatmaq istəmirəm o qədər. İran şəhri kəlməsi, yəni bu adda, bu rəmz adı altında çalışan proje bir inhirafi projədir. Neçə ay bundan qabaq toxumun səpiblər, indi yavaş-yavaş başlayıb cəvanə verməyə, çiçəklənməyə. Və bunun da son hədəfi gedib çatmağı da seçkilərdir. Prezident seçkiləri və şura seçkiləri. Və orada bu daha özünü göstərəcək. Yəni bu zəmin yaradılır ki, o zaman indi bir usulgərayı, ehtimalən nizami paltarı olan, ehtimalən türk kökənli olan birisini milli hərəkətə adıyla dəstəkləsinlər. Desin, baxın, prezident adayıdır, türkdür, özü də vilayətmədardır, usul islah tələblərə bağlı deyil, təba-təbayını da pisləyir, özü də deyir, mən türkəm. Gəlin elə bunun əli ilə başlayaq sistemi təmizlətdirək. Bu gedir oraya çatır və onun kənarında şuranın da təzələnən milləti sandıqlar başına çəkməsinə indidən qoyulan bir plandır. İran şəhri budur. Yekonu. İran şəhri kəlməsini qullanmaq bu projeye fayda verməkdir. Məgərin ki, biz ki indi bildik İran şəhri projesi nədir? Məgərin ki, biz də bu düşmanın topu atıp ha bizim meydanımıza, biz də topu ataq onun meydanına. Yəni İran şəhri kəlməsini işlədirəmsə də onun kənarında açıqlamasında deyəm ki, bu işlədilən kəlmə əslində milli hərəkəti yolu caydırmaq üçündür. Milli hərəkəti mübarizəsini munhərif etmək üçündür. Əslində, yəni deyəm ki, İran şəhri yaranıbdır ki, bizim sistematik mübarizəmizi, İran rejiminə qarşı olan mübarizəmizi məhdudlaşdırsın 5-10 nəfərə. İran rejimi bizim haqlarımızı əlimizdən alan bir sistemdir. Sistematik şəkildə iki qolu var, usulgərə islah tələb. Hər birisini zaman zaman faydalanıb milli hərəkətə qarşı bizə düşmanca davranan İran rejimidir bizim haqlarımızı əlimizdən alan siyasi istibdad yaranan. İran rejimidir bizim yeraltı qaynaqlarımızı alan, bizi sömürgəçiliyə, istimara məruz qalan. İran rejimidir bizim torpaqlarımızı dolayısıyla hətta işğal edən, ana dilimizi əlimizdə alan. Bu sistemdir bizi rasizmə, yəni bizim nicatpərəstliyə məruz qoyan. Bu sistemdir. İran rejimi.